Ekoloji tənqiddən danışacağıq bugün. 21-ci əsrin ədəbi tənqidində aktual meyllərdən biri də ekokritisizmdir, yəni ekoloji tənqid. Ekoloji tənqid terminini birinci dəfə 1978-ci ildə yazdığı Ədəbiyyat və Ekologiya məqaləsində William Ruckert istifadə edib. Ruckert bu məşhur məqaləsində yazır ki, ekosistemin qorunmasında təkcə ekoloqlar yox, oxucular, yazıçılar, tənqidçilər də məsuliyyət daşıyırlar. Ruckert yazır ki, söhbət təkcə ekoloji anlayışları ədəbiyyata tətbiq etməkdən getmir. Bununla yanaşı, ədəbi mətnlərdə ekoloji həssaslığın olub-olmamasına da baxmaq lazımdır. Alim məqaləsində ekoloji həssaslığı olan müəlliflərdən bəzilərinin adlarını xatırlayır. Walt Whitman, Henry David Thoreau, William Faulkner və başqaları. Ruckert yazır ki, Günəş necə ekosistemdə yenilənən enerji mənbəyi kimi bütün canlılara həyat verirsə, ədəbi əsərlər də, məsələn, poeziyada depolanmış enerji kimi insanlara təsir edir. Ruckert deyir ki, bir şeir, bir ekosistem modeli kimi ekologiya dərsində oxudula və təhlil oluna bilər. Alim yazır ki, ekoloqların fikrincə insanın tragik qüsuru antroposentrist, yəni insan mərkəzçi olması və təbiəti insanlaşdıraraq pozmasıdır. Ədəbiyyat bu baxışı dəf eləməkdə bizə yardımçı ola bilər. Mütəxəssislər ekotənqidi adətən 3 mərhələyə bölürlər. Birinci mərhələ ötən əsrin 90-cı illərinə təsadüf edir. Birinci mərhələdə tənqidçilər ekoloji şuuru formalaşdırmaq üçün bədii mətnləri araşdırıblar. İkinci mərhələ 2000-ci illərdən başlayır. Bu dövrdə ekotənqiddə şəhər ekologiyası adı altında yeni bir istiqamət ortaya çıxıb. Bu dövrün araşdırmalarında şəhərlərin təbiəti, ekotənqid urbanistik ətraf mühitin ədəbiyyatdakı ifadəsi kimi alt başlıqlara baxılıb. Ekotənqidin müasir dövrə təsadüf edən 3-cü mərhələsində isə postkolonializm, bioetika, biosemiotika və biotexnologiya kimi istiqamətlərlə ekotənqid arasında körpülər qurulur, ortaq işlər aparılır. Məsələn, bu mərhələyə aid məşhur kitablardan biri 2007-ci ildə Yelena Tiffin tərtibçiliyi ilə çıxan Siam kralına 5 dəvəquşu, ətraf mühit və ya imperiya adlı antologiyadır. Bu antologiyada insan istismarı ilə imperiyaların müstəmləkə siyasəti arasındakı əlaqələrin təbiətə vurduğu ziyan araşdırılıb. Əslində, hələ cavan olan ekotənqid sahəsi bugün dünyada böyük maraq doğurmaqdadır və artıq yeni əsrin ən aktiv ədəbi tənqidi metodlarından biri kimi günbəgün məşhurlaşmaqda və özünü təzələməkdədir.